Umar Nurmagomedov Mario Bautistanı məğlub etdi. 3 raund gedən döyüşün xal hesabı ilə qalibi olan Umar Nurmagomedov döyüşdən sonra verdiyi açıqlamada fərqi yoxdur, istər Pyotr Yan olsun, istər Merab Dvalishvili olsun, mən kəmər üçün gələcəm və kəmər mənim olacaq deyə iddialı danışdı. Döyüş haqqında danışası olsaq, Umar Nurmagomedov təxmin elədiyimiz kimi güləş bacarıqlarının üstündə olduqca çalışıb və bunu döyüş ərzində mükəmməl şəkildə göstərməyi bacardı. Döyüşün sıxıcı olmamasının səbəbi isə fikrimcə Mario Bautista idi. Mario həm ayaq üstü olduqca gözəl zərbələr endirməyi bacarırdı, həm də Umarın güləşinə bacardıqca mane olmağa çalışırdı. Hətta Mario Nurmagomedovu knockdown belə etməyi bacarmışdı. Fikrimcə çox maraqlı, göz oxşayan və inamlı döyüş idi. Yəqin ki, Nurmagomedovun növbəti rəqibi Merab Dvalishvili ilə Pyotr Yan qarşılaşmasının qalibi olacaq. Maraqlıdır ki, görəsən Merab Pyotr Yanla rövaşdan yenə qalib ayrıla biləcəkmi? Kəməri özündə saxlaya biləcəkmi? Yoxsa Pyotr Yan kəməri geri mi götürəcək?